20 yanvar hadisələri günü həmkarlarımız operator Rafiq Quliyev, Köçəri Məmmədov, İsrafil Ağazadə bu hadisələri lent almışlar artıq. Yəni İsrafil öz balkonundan Şamaxınqa istiqamətində qoşunlar, əsas qoşun qüvvələri o istiqamətdən Bakı şəhərinə hücum elədilər. Və həmin dönəm belə oldu ki, bütün bu qanlı faciələrin çalışırdılar ki, ümumiyyətlə çəkilməsin, onun izi bilinməsin. Ancaq nə qədər böyük faciə idi ki, məsələn, illərcə güllələnmiş o binaların divarlarında bugünə qədər Bakı şəhərinin müxtəlif yerlərində o izlər qalıbdır. Hətta baxmayaraq ki, həmin dönəmdə Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Ona görə televiziyada həm də onların kamerası hamısı müsadirə olunmuşdu. Bir ambara toplanıb ağzı fırlanmışdı. Oradan məsələn Seydağa mövzusunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, o Zeynəb Xanlarovadan bir balaca video kamera götürmüşdü. Bütün bu hadisələri o demək olar ki, bizim sıralara qoşuldu. O da bizdən bərabər çalışırdı. Onlar bəlkə də düşünmürdülər, bilmirdilər ki, məsələn Azərbaycan Film Kino Studiyasının əməkdaşları gecələr laboratoriya işləyir, gizli şəkildə. Orada Dövlət Təhlükəsizlik İdarəsinin nümayəndələri göndərildi. Ancaq ona baxmayaraq biz lentləri gizlədirdik. Hətta gəlib nə qədər kinotexnika var Azərbaycan Film Kino Studiyasında həmin ambar da möhürləndi. Ancaq ona baxmayaraq artıq 12 kamera bütün əməkdaşlar həmin kameradan istifadə eləmişdik, bizim həmkarlarımız hamımız. Bacardığımız qədər maksimum şəkildə biz həmin hadisələri lentə ala bildik. Həmkarlarından, məsələn, Rafiq Quliyev onların Salyan Qadarması istiqamətində çəkiliş aparanda onları güllə boruna tutmuşlar. Ümumiyyətlə, onları izi itirmək istəyirlər. Yalnız bu boyda faciənin izini itirmək qeyri-mümkün idi. Ən ciddi məqam Sovet imperiyasının vəhşiliyi, əliyalın millətə qarşı iri çaplı silahlarla, zirehli texnikalarla dinc şəhəri güllə boruna tutmalı. Hansı 15 respublikaya qarşı bu cür cinayətlər olmuşdu. Pribaltik ölkələrində də olmuşdu. Gürcüstanda da olmuşdu. Qazaxıstanda da olmuşdu. Ancaq Azərbaycanlılara qarşı törədilən vəhşilik heç bir yerdə olmamışdı.